Vlog çəkməmişdən qabaq ya da başlamısınızsa heç kimdən dəstək gözləməyin. Yəni ən yaxınlarınızdan belə. Demirəm düşmənçilik eləyin. Yəni dəstək gözləməyin, çünki ən yaxının belə səni başa düşməyə bilər. Başa düşməyə bilər və sən təzə-təzə başlayanda ən azından deyək ki, o nə işdir bala görürsən, yəni o belə sizi nə deyim, motivasiyanı düşürə bilər və bunu yarı yolda buraxa bilərsiniz. Amma dəstəyi gözləməyəndə, daha doğrusu gözləyəndə o elə olur. Amma gözləməyəndə isə, sən zaten dəstək gözləmirsən, zaten onun fikri, yəni bu barədə gözləmək yəni önəmli deyil. Yəni önəmsəmə, heç kimin fikrini qətiyyən önəmsəmə. Zamanla sonra hatta ki kameraya öyrəşəsən, hatta ki sənə sərbəstçiliklə gündə 15-20 video çəkə bilərsən, ondan sonra pozisiyanı dəyişə bilərsən. Çünki ondan sonra sənin özündə sərbəstçilik olacaq. Yəni özündə sərbəstçilik olacaq. Və fikirlərə qulaq asa bilərsən, dinləyə bilərsən. Amma təzə başlayırsansa, çalış yalnız özün. Selamun aleyküm.